Mən üzr istəyirəm ifadəmə, qırmızı adamam, sözü üzə deyən adam, çox səhv edirsən qırmızı adamsan. Mən rast gəlmişəm elə adamlara. Söz deyib, incimişəm. Sonra onun dostuna demişəm ki, sənin dostun mənim xətrimə dəydi ha o sözü. Deyir müəllim, onu nəzərə al, o biraz qırmızı adamdır, sözü üzə deyəndir. Sözə bax, necə yəni söz? Bu qırmızılıq insanlara qarşı danışanda da biraz gərək nəzərə alasan. Yox, mən islahatçı aliməm, sosioloqam. Mən istədiyim kimi, xeyr əzizim, sən istəyirsən ki, insanlar səni dinləsin. Biraz sən də adamları nəzərə al da. Sohrab Sepehri var, müasir şairlərdən. Deyir ki, bir müəllim gördüm ki, bu işi görürdü, sərbəst şeirdir. Bir, nə bilim, bənna gördüm ki, bu işi görürdü. Və bir şair gördüm ki, Cülət Çiçəyə siz deyə müraciət edirdi. Biz söhbətin kökü hardadır? Ego məsələsi. Nə sosial məsuliyyət? Siz nə danışırsınız? Kök başqa yerdədir. Oradan düzəlməlidir problem. Ego. Mən. İnsana uşaq vaxtından öyrədilməlidir ki, əzizim, səndən başqa da adamlar var həyatda. Onları da nəzərə almalısan. Mənim üçün insan dəyərlidirmi? Təəssüflər olsun ki, dünyanı idarə edənlər üçün insan dəyərli deyil də, dəyərsizdir. Bax, problem oradadır.